Esselamu aleyküm. Kardeşlerim, bir gün bir ana uşağını itirir. Göz yaşları içinde ora qatır, bura qatır. Sonra uşağını tapır ve qucaqlayıb, öpüb, qoxlayıb, qoxusunu içine çəkir. Bunu görən Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem ağlamağa başlayır. Sahabeler, ya Resulallah, niye ağlayırsınız diye soruşur. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem belə cavab verir. Sizce o ana uşağını alova atmaq istəyərmi? Sahabeler, xeyr ya Resulallah, uşağına qarşı o qədər rəhimli, o qədər mərhəmətlidir ki, ata bilməz deyir. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem belə buyurur. İşte Allah'ın qullarına olan rəhməti, Allah'ın qullarına olan mərhəməti o ananın uşağına olan rəhmətindən, mərhəmətindən daha böyükdür. Subhanallah. Onun için kardeşlerim, günahlarım çoxdur demeyin. Bizim Rəbbimiz mərhəmətlilərin ən mərhəmətlisidir. Bağışlayandır, bağışlamağı sevəndir. Siz yetər ki tövbə edin, günahlarım çoxdur demeyin. Esselamu aleyküm.